Bu dərsimizdə şərt operatorları ilə tanış olacaq. JavaScript-də şərt operatorları proqramın düşünmə mexanizmidir. Yəni, proqram hansı vəziyyətdə nə edəcəyini bu operatorlarla qərar vermiş olur. İlk olaraq if operatoru ilə gəlin tanış olaq. If operatoru hər zaman boolean dəyər olaraq true qəbul edir və konsolda bu şəkildə yazırıq, işləyir. Və baxdığımız zaman konsolda işləri yazısı gəlmiş oldu. Çünki if operatoru true qəbul etmiş oldu. Əgər mən gəlib bura false bir dəyər yazsam, baxın konsola heç bir dəyər gəlmiş olmayacaq. Çünki if operatoru false olduğuna görə konsola heç bir dəyər yazılmayacaqdır. Ancaq mən gələn dəyərin false olduğu zaman konsola həmin yazını yazdırmaq istəyirəmsə, else operatorundan istifadə edəcəyik. Bu şəkildə yazılır o da. Və bura console.log olaraq else işləyir yazırıq. Və false olduğu zaman da baxın else işləyir yazısı gəlmiş oldu. Yəni hər zaman if operatoru true qəbul etmiş olur, else operatoru isə false olduğu zaman çalışmış vəziyyətdə olacaqdır. Bunu gəlin dəyişkən yazaraq yoxlamış olaq. Gəlin burada misal üçün let age bərabərdir 18 yazıram və burada age'in 18-dən böyük olduğunu və yaxud da ki böyük bərabər olduğunu yoxlamaq istəyirəm. Əgər böyük bərabərdirsə bura yetkin şəxs yazıram. Əgər seçdirsə yetkin şəxs deyil yazısını yazmış olalım. Və baxdığım zaman 18 rəqəmi böyük olmasa da bərabər olduğu üçün konsola yetkin şəxs yazısını yazmış oldu. Və yaxud da ki bir neçə şərti yoxlamaq üçün if, else, else-dən istifadə edəcəyik. Bunu da bu şəkildə yazaq. Tutalım ki bir skor olsun və skor 90 olsun və burada əgər skor böyükdür, bərabərdir 100 yazırıq və burada cavab olaraq A yazırıq. Əgər else if yazırıq, yenə mütərizə açırıq və skorun böyükdür, bərabərdir 70 yazdığımız zaman bu konsolda B olsun və son olaraq da else də konsola C yazısını yazmış olaq. Və baxdığımız zaman baxın 90 100-dən nə böyükdür, nə də bərabərdir. Ona görə də burası false oldu. Else if-i yoxlayırıq. Else if-də də skor 70-dən böyük olduğuna görə cavab B şəklində yazmış olacaqdır. Və burada da heç bir şərt ödənmirsə, misal bu 60 olduğu zaman, baxın sadəcə C yazısını bura yazmış olacaqdır. Daha sonra baxın buradakı operatoru sadəcə switch case operatoru ilə yazmaq istəsək, necə yaza bilərik? Misal gəlirəm burada days yazıram. Yəni həftə içi 5 gün olsun və bura switch case operatorundan istifadə edərək ilk olaraq key-i bura yazırıq və daha sonra baxın case olaraq value-nu vermiş olur. Biz özümüzdən bir value əlavə edirik. Tutalım ki birinci gün konsolda bazar ertəsi yazıram. Daha sonra break qoyaraq bu break'in nə olduğunu indi birazdan görmüş olacaq. Daha sonra ikinci dəyər olaraq yenə case 2 yazıram. Bu ikinci gün olsun. Daha doğrusu bazar ertəsi çərşənbə axşamı. Aha. Burada da dəyərimiz olaraq 2 yazıram.
İndi mən gəlib burada default olaraq da break qoymuşam. Burada da konsola digər günləri yazıram. İndi bunun necə işlədiyini görmüş olacaq. Gələm indi burada. Həftə içi 5 gün var, düzdürmü? Mən gəlib burada birinci gün yazdığım zaman bazar ertəsini konsolda görmüş olacağım. Daha sonra ikinci gün yazdığım zaman çərşənbə axşamını görmüş olacağım. Və tutalım ki 6 bazar həftə sonları olsun. Mən 6-cı gün yazdığım zaman baxın digər günləri görmüş olacağım. Və yaxud da ki 7-ci gün yazıram, yenə də digər günləri görmüş olacağım. Biz şərtə uyğun, yəni verdiyimiz dəyərə uyğun dəyərləri bu şəkildə yazdıq və hansı biri bu dəyişkənə bərabərdirsə, onu bizə konsolda göstərmiş olacaqdır. İndi bu break nəyə görə lazımdır? Mən misal break'i silirəm və gəlirəm burada birinci günü qeyd edirəm. Baxın, birinci günü yazdığım zaman bazar ertəsi və çərşənbə axşamı gəlmiş oldu. Çünki burada break bu sətri indi qaydaq. Bura break yazaq və nöqtəli vergülümüzü qoyaq. Baxın, break yazdığımız zaman ikinci sətrə keçmiş olmur. Yəni burada artıq doğru cavabı gördü və digər sətirləri belə deyək qırmış oldu. Və ikinci günü misal üçün mən buradan silirəm. Bura mən ikinci gün yazsam, baxın, çərşənbə axşamı və digər günlərdə görmüş oldum. Çünki break burada olmadığına görə gəldi alt sətrə də təsir etdi və çərşənbə axşamı və digər günlərdə yazmış oldu. Mən əgər break yazdığım zaman baxın bunun bu case'in digərlərindən asılı olmadığını və verilmiş dəyərə görə həmin dəyərin konsola yazıldığını göstərmiş oluram. Və bizdə ternary operatoru var idi. Bunu da keçən dərsimizdə öyrənmişdik. O da if else kimi çalışır. Misal mən gəlib burada yenə age yazıram. Age 18 verirəm. Və yenə let result bərabərdir age 18-dən üzr istəyirəm, böyükdür, bərabərdir 18-dən. Əgər 18-dən böyükdürsə, bura yetkin yazıram. Yox, əgər kiçikdirsə, nöqtə, 2 nöqtə qoyaraq misal uşaq yazıram. Və baxdığım zaman daha doğrusu konsola rezultı bu şəkildə qeyd edirəm və cavaba baxdığım zaman 18-ə bərabər olduğu üçün yetkin yazısını bu şəkildə yazılmış olacaqdır. Yəni sualdan sonra birinci dəyər true, ikinci dəyər false kimi gəlmiş olacaqdır. Və son olaraq gəlin string və massivləri bir dəyərlərinə görə, bir də tiplərinə görə bərabər eləyək. Baxaq görək cavab olaraq true və yaxud da ki false cavabımı gəlir. Bunu görmüş olacaq. İndi gəlirəm let name bərabərdir 50 olsun. Yenə eyni qaydada tutalım ki let name 1 bərabərdir. Yenə 50 olsun. Daha sonra bir dənə let array 1 yazıram və bunu bərabər eləyirəm 1, 2 və 3-ə və eyni qaydada bunu kopyalayıram. Bunu da array 2 kimi yazmış oluram. Və kodlarımızı sərgəli hala salaq bu şəkildə. Daha sonra konsola bir dəyərlərinə görə mən yoxlamaq istəyirəm. Misal name bərabərdirmi? Name 1-ə. Baxın, bu şəkildə yazdığımız zaman name və name 1 bir-birlərinə dəyərlər olaraq bərabər olmuş oldu. Və mən bunu tipinə görə yoxlayıram. Baxın, tipinə görə də string olduğuna görə, hər iki dəyər string olduğuna görə true cavabını almış olacağım.
İndi gəlin bunu bir də massiv üzərində yoxlamış olaq. Misal, yenə tək bərabərdən istifadə edirəm, cüt bərabərdən istifadə edirəm. Bura mən r1 və r2 yazıram. Və baxırıq. Baxın, dəyərlərinə görə biz bunları bərabər etdiyimiz zaman false cavabı almış olduq. Bunu tipinə görə də yoxlasaq, baxın, tipinə görə də false cavabı almış olacaq. İndi buna səbəb nədir? Yəni ərilərdə dəyərlər bərabər olsa belə false cavabını almış olduq. Nəyə görə false cavabını almış olduq? Çünki primitiv tiplərdə dəyərinə görə bir-birlərinə bərabər etdiyimiz zaman true cavabını alırıq. Ancaq referans tiplərdə bunların yerləşdiyi sahə bir qədər fərqlidir. Yəni bunlar kompüterin yaddaşında ayrı-ayrı adreslərdə yerləşmiş olur. Bunu örnək olaraq bu şəkildə izah edə bilərəm. Deyək ki, iki qonşu eyni binada yaşayırlar. Ancaq birinci qonşu birinci mərtəbədə, ikinci qonşu isə ikinci mərtəbədə yaşayır. Yəni bunların qaldıqları ünvan fərqli mərtəbələrdədir. Və yaxud da ki, mənzil kimi də götürmüş olsaq, tutalım ki, birinci qonşu birinci mərtəbədə, dördüncü mənzildə qalır və yaxud da ki, ikinci qonşu isə yenə eyni mərtəbədə qalır, ancaq bu səfər fərqli adresdə yaşamış olur. Bunu da örnək həyatdan bu şəkildə izah etmiş oldum. Ümidvaram ki, referans tiplər ilə primitiv tiplər arasındakı fərqi də başa düşmüş oldunuz. Bu dərsimizdən də bu qədər. Şərt operatorları ilə deyəcəklərim bu qədər. Gələn növbəti dərslərimizdə görüşənə qədər özünüzə yaxşı baxın. Hələlik.